Azal təyyarəsinin Rusiyada vurulmasından sonra bu ilk belə yüksək səviyyəli görüş idi və bəziləri hesab edirlər ki, iki ölkə arasındakı münasibətlərdə bu görüş müsbətə doğru bir dönüş nöqtəsidir və artıq hər şey qaydasındadır. Lakin qeyd etmək lazımdır ki, bu qədər uzun müddət davam edən gərginliklər və ziddiyyətlər bir görüşlə və bir bəyanatla aradan qaldırılmır. Lakin istənilən halda Rusiya prezidentinin Prezident İlham Əliyevdən üzr istəməsi kifayət qədər əlamətdar hadisədir. Dövlətimizin qətiyyətli mövqeyi və şəxsən Prezident İlham Əliyevin prinsipial yanaşması bu məsələdə həlledici oldu və nəhayətində belə demək mümkündürsə Rusiyanı geri addım atmağa vadar etdi. Fikir verdinizsə, cənab prezident necə rahat və qürurlu bir şəkildə əyləşmişdi və əslində hər şey prezidentlərin bədən dilində özünü büruzə verirdi. Əfsuslar olsun ki, ölkəmizdə də bu mənzərənin əhəmiyyətinin fərqində olmayan müəyyən bir kontingent var. Hər halda Azərbaycan artıq regional bir gücdür və regionda yeni reallıqlar yaradıb və hər kəs Azərbaycanın gücü ilə hesablaşmalıdır.